Namik Qaraçuxurlunun rəvayəti bu dəfə duet formasında Arzu və bizim Rövşənlə. Getdik. Qulaq asın cəmaət, mən danışım nəhayət. Bu məhəbbət aləmi çox sına vermiş gəmi. Mən də əzab çəkmişəm, çox ehtirab çəkmişəm. Kim gəlibdi xoşuma, hər iş gəlib başıma. Yaş dola dola gözlərə, danışmışam sizlərə. O vəfasızdan sonra düşməmək üçün tora. Sevməyəcəm söylədim, tənha ömür eylədim. Keçdi xeyli zamanlar, ötdü bir neçə anlar. Bir qız gördü gözlərim, yaddan çıxdı sözlərim. Bu qız əcəbdir, əcəb, sevməni eləyir tələb. Dedim çatar köməyimə, təsəllidir ürəyimə. Düşdüm onun dalınca, ondan bir söz alınca. Lap ürəyim partladı, sanki bağım çatladı. Hər o dərsə gedəndə Getdim onunla mən də. yox eylədim andaman. Axır ki bir zaman çıxartdı incə səsin. Söylədi öz kəlməsin. Baxma mənim yaşıma, Çox iş gəlib başıma. Arzu. Amma deyim ki, Çox qəşəng də Arzu alındı xanım ya. da- Alındı, sağ ol ay bu abi. rəvayətə Arzu xanımdan yeni nəfəs vermək olar. Sən də Yəni- maşallah əzbər bilirsən. Bravo. Yəni Bəli. Namik bunu çox qəliz yazıb. Yəni yadda saxlamaq bravo Bilirsiniz, sizə. bu bizim uşaqlığımızın Hə, sağ olun, daha dövrünə əzbər təsadüf eləyirdi. Demək olar ki, yaşadıq. Yəqin ki, çox maraqdan irəli. Həm də ki,